Aziz şagirdlər, olan Dəri İmtahan Mərkəzinin buraxılış imtahanının cavablarını izah edirəm. Deməli, birinci sualda nə gördük? D səsinin işlənmədiyi söz. Baxırıq, görürük ki, xəstə, sıtı, ikincisi yanaşı olanda iki dənə müxtəlif kar samit. İkincisi cingilti tələffüz olunur. Həftə eyni vəziyyətdə. Təlatümdə T və T yazıldığı kimi tələffüz olunan sözdür. Sadəcə burada uzanma var, vəssalam. Yoddan sözündə iki dənə D-ni görürük. İxtiyarda da X, T, ikincisi D kimi oxunacaq. Ona görə cavab olur D bəndi. 2. Tələffüz formasına verilmiş hansı nümunə həm bir, həm də iki nitq hissəsindən ibarət söz kimi başa düşülür. Bu xəbəri Tərlanla indi öyrəndik. Bir də Tərlandan indi öyrəndik. Hər ikisi də sonu nan deyə tələffüz olunacaq. Ona görə cavab A bəndi. Yəni, Tərlandan öyrəndik deyəndə nə olacaq? Çıxışlı xal şəkilçili isim. Tərlanla kim ilə sualına cavab verəcək və isim həmçinin qoşma kimi başa düşüləcək. 3. Fikirlərdən biri doğrudur. İsim bütün cümlə üzvləri ola bilmir, səhvdir. Bütün cümlə üzvü olur. Hər təyin əvəzliyi hallana bilir, xeyr, hallanmır. Sayın mənada 3 yox, 2 növ var. Mürəkkəb say və əvəzliyin ayrı yazılan növləri də var. Məsəl üçün, mürəkkəb say biraz, mürəkkəb əvəzlik hər kəs. Bəli, cavab deməli. Bir cümlənin tərkibində qrammatik şəkilçinin yazılmadığı, lakin deyildiyi söz var. Bax, bu tip sözlərdə ayın 3-ü, bax, ayın 3-ü mənsubiyyət şəkilçisi deyilir. Amma bu cür olanda mənsubiyyət şəkilçisindən sonra bir başqa şəkilçi gələrsə, rəqəmlə yazıldıqda mənsubiyyət şəkilçisi burada qeyd olunmur. Ona görə cavab olacaq bu bəndi. Sinonim sözlər. Birə, iri, yekə, C bəndi. B bəndi getdi, bu da getdi, E bəndi getdi. 1-ə C, burada. 2. Qanmaq, anlamaq. 2-yə D bəndi. Burada da var, burada da var. 3. Fərqli, müxtəlif. 3-ə A bəndi. Burada da var, burada yoxdur. Demək ki, cavabımız A-dır. 4-ə baxırıq. Söz, kəlimə B, 4-ə E, 5. Anlaşmaq, razılaşmaq. 5-ə də bu. Cavab A bəndi. Keçdi 6-cı. Venn diaqramında hansı rəqəmlərin yeri yanlışdır? Baxaq görək. Sıxın, sıxın. Vuruğu həm bura, həm bura düşür. Yığın, yığın. Bura düşə bilir. Yığın ondan fərqli olaraq həm də isim kimi istifadə olunur. Yalnız feil kimi işlənir. 1 doğrudur. Deyilişi və yazılışı eynidir. 2 səhvdir. Niyə görə? Ortada olması lazımdır. Bizdən də yanlışı soruşur. 1-2. Vurğusunu birinci ecazı tələffüz edə bilərik. Sıxın, yığın. Bəli, bu da doğrudur. Amonim kimi işlənə bilmir. Bəli, yığın normalda vurğusu fərqlənir deyə amonim kimi işlənə bilmir. Amma sıxın kəlməsi də amonim kimi işlənə bilmir deyə bu da ortada olmalıdır burada. Cavab ona görə olacaq 2 və 7. Biri həm prozem, həqqi mənalı söz birləşməsi kimi başa düşülə bilər. Söz almaq yalnız prozem, yola vermək yalnız onu kimi, dilə tutmaq həmçinin, can vermək, həmçinin başa vurmaq həqqi mənada ola bilər. Bitirmək kimi məcazi mənada, nəysə götürmək kimisə başına vurmaq isə həqqi mənada. Yəni bitirmək məcazi, nəysə kimisə başına vurmaq həqqi. Cavab D bəndi. 8. Fərqləndirilmiş sözlərin hansında mənsubiyyət şəkilçarının səs düşmə hadisəsi baş veribdir? Baxaq. Adını soruşdular. Burada onsuz da mənsubiyyət bitişdirici və təsirlik yoxdur. Məzar kökdür, onsuz da sadəcə artırdıq, səs artımı oldu ki, düşüm olmalıdır. Onun bu hökmü, bu çaşdırıcı məqamdır. Hökm sözü onsuz da bu cür yazılır. Yəni, nə artırsaq da artan, azalan bir şey yoxdur. Getdi. Gəminin burnu. Baxın, burada normalda nədir? Burun sözüdür, milli mənşəli söz. Bura sait artırdıq mənsubiyyət şəkilçi. Bu tip bədən üzvlərinə aid olan sözlərə sait artırdığımız təqdirdə nə olmuş olacaq? Əgər mənsubiyyət şəkilçisi ikinci hecanın qapalı düşəcək. Zehni işlərdə də bu artıq sifət düzəldən şəkilçidir. Bu da getdi, cavab qalır D bəndi. 9.
Sifətin yazılışı düzgündür. Zilqara düzgün deyil. Zilqara düzgündür, ayrı yazılır. Yastıraq düzgündür. Cizan atasının aldığı alastül defislə yazılmalıdır. Düzgün deyil. Cavab C bəndidir. Yamyaşıl belə yazılır. Açıq ürəkli, açıq qəlbli sözlərdə adi dərəcəli mürəkkəb sifətlərdir. Belə yazılır. 9. Ona baxırıq. Hansı isimlər yerinə görə müxtəlif nitq hissəsi kimi işlənə bilər? Həm də amonim olar. Hamısı əslində işlənə bilər. Hamısı. Amma amonim olmaq məsələsi, baxın, bildiri çıxırıq. Bildir, feil, bildir, zaman zərfi. Amma deyiliş tamamilə fərqlidir deyə amonim ola bilmir. B bəndi və D bəndi getdi. Saça baxırıq. Saçmaq feili və saç ismi amonim ola bilirmi? Ola bilir. 3'ü götürürük. Yaramaq feili və yara ismi ikini də götürürük. Cavab olacaq C bəndi. Oyun, oyun. Vurğu yeri fərqli olduğu üçün bunu da götürmürük və cavab B bəndi gedir. Belə şagirdlər, bu bunun qrammatika hissəsi. Deməli uşaqlar, mətndən hər kəsin xəbəri var. Ona görə keçirəm mətnin birbaşa suallarına. Deməli, nöqtələrin yerinə hansı fikir yazılsa uyğun olar? Nöqtələr hardadır burada? Cəmaatın bir qismi, bax, yuxarıda görürük ki, bu hissədə boş yerə danışmır deyir. Demək ki, bunda bir şeylər var, bildiyi bir məsələlər var. Bir qismi isə, bax, burada ikincidir, artıq ona əks olan bir ifadə var. Qrammatikada keçirik qarşılaşdırma bağlayıcısı. Vay, 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 nə? Demək ki, onu qəbul eləmirlər. Qəbul eləmirlərsə, doğru deyir, deyə bilməzlər. A getdi. Ağlını itirib. Bəli, ora tam olaraq uyğun gəlir. Bir qismi təsdiqləyirsə, demək ki, bir qismi təsdiqləməyə bilir. Mətnin üslubuna uyğun gələn cümləni müəyyən edin. Mətn görürük ki, təhkiyə var. İbrahim dədənin elədiyi şeylərdən söhbət gedir. Və onu bizə danışırlar. Demək ki, bu üslub olaraq bədii üslubdadır. Onsuz da imtahanlarda uşaqlar birinci mətn bədii olur, ikinci mətn publistik olur. Mətn üslub məsələsində, üslub müqayisəsində götürüb hansısa bir mətni elmi üslub yazmayın ya rəsmi üslub yazmayın. Qırmızı və sarı adi dərəcəli sifətdir. Elmi üslub. Ərazisinə görən böyük Xəzər gölüdür. Bu publistik üslub. Cəsarət insanı zəfərə, qorxaqlıq isə ölümə aparır. Atalar sözü olduğunu görürük və demək ki, cavab C bəndidir. Tünd qara hərflə verilmiş ifadəni əvəz edə bilər. Tünd qara hərflə verilən işarə təəccüblədirsə, cəmaat məəttəl qalıb təəccüblə soruşursa, demək ki, bu böyük bir maraqla olacaq. C bəndi. 14. Hər kəsin diqqəti özünə çəkməyə başladı. Hansı abzasları birləşdirə bilər? İndi baxaq görək. Y var gücü ilə qışqırdı və deməli, yaxşılıqları alıram, pislikləri satıram, cərsi gəldi, cərsi gəldi. Burada nə olmuş olacaq uşaqlar? Deməli, lap yuxarıda qışqırır və nə edir? Cəmaatın diqqətini özünə cəlb eləməyə çalışır. Bax, ifadə də elə yazılıbdır. Birinci abzasa baxırıq. Birinci ilə ikinci abzası birləşdirən hissiyə onu artıra bilərik ki, hər kəsin diqqəti özünü çəkməyə çalışır. Bura artıracağıq. Çünki orada artıq ilk dəfə başlayır, qışqıraraq cərsi gəldi deyə cəmaatı yığır oralara. 15-də deyir, altından xətt çəkilmiş. Sözlərdən hansının mənası kontekstə uyğun olaraq düzgün işlənməyibdir. İndi baxaq, orada cəmaat sözü əhali sözündən uyğunlaşır. Dərsini oxumadığı üçün atası onun üstünə çığırdı. Orada qışqırmaq sözüdür. Var gücü ilə qışqırdı. Bu, əhaliyə səsini çatdırmaq məsələsidir. Buradakı çığırmaq isə qışqırmaq, çığırmaq yerinə görə kontekst olaraq uyğunlaşa bilər. Amma buradakı mətndə kontekstə görə eyni mənada işlənməyibdir. Buradakı çığırmaq üstünə əsəbləşmək mənasını vermiş olur. Ona görə burada cavab B bəndidir elə. Bu formada mətndən çıxan ideyanı öz sözlərinizlə ifadə edin. Burada atalar sözü yaza bilərik. Məsəl üçün, insanların etdiyi pisliklər əslində onların günah torbalarını doldurur və mənəvi cəhətdən bellərini əyir. Və yaxud yaza bilərik, hər kəs çalışıb yaxşılıq heybəsini doldurub, o biri dünyaya gedəndə üzü qara getməməlidir. Sonra başqa bir şey deyə bilərik ki, Nizami Gəncəvidə idi deyəsən. Öz adına layiq işlər gör ki sən, axırda utanma xəcalətindən. Və s. Bu formada
deyək ki, hikmətli ifadələr yazmaq olar mətnin məzmununa uyğun. Amma burada mən daha çox nə gördüm uşaqlarda? Yazırlar ki, İbrahim dədə cəmaata tapşırırdı ki, yaxşı işlər görsünlər, bəs heybənin günah gözünü çox doldurmasınlar ki, onun ağırlığından belləri əyilməsin. Tamam, bunu başa düşürük hardasa mənəvi cəhətdən, amma orada artıq biz mətnin məzmununda nədən söhbət gedir onu soruşmuruq. Burada nəyi deyir? Mətndən çıxan ideyanı soruşur. Yaxşılıq etməklə, pislik etməklə, günah yığmamaqla bağlı nə ifadə varsa onları yazmalıyıq ora. 17. Qarşısında hansı şər olan abzasda mətnin üslubu və məzmunu ilə bağlı olmayan cümlə verilmişdir? Burada abzas olaraq, baxın, burada insan kəlməsi var idi. İnsan kəlməsi. İnsan ən ali varlıqdır. İnsan sözünün hərfi mənası ərəb dilində unudan, unutqanlığa düşən deməkdir. Burada artıq bir şərh varsa, bu sayılacaq nə? Həmən cümləni yazırıq. İnsan sözünün mənası falan bu. Əsaslandırın. Çünki şərh izah verdiyi üçün nədir bu? Elmi üsluba aiddir. Həm də burada insan sözünün mənasını soruşmur. Mətnimizdə tamamilə başqa bir şeydən danışılır. Üstünə rəqəm yazılmış sözlərdən məcazi mənada olanları müəyyən eləyək. Baxaq görək hansılardır məcazi mənada. İnsanların düşünməsi məcazi məna deyil. Keçdik 1, sonra 2-də görək nə var? 2. Hansı sözdür burada? 2. Deməli, cavab verdi də, təbii ki, bu məcazi olacaq. Məcazidir. 3-də nə var? Heybənin qabaq gözü məcazidir. 2, 3. Sonra 4. Gözdən keçirtmək məcazidir. Boş-boş danışmaq isə həqiqidir. Cavabımız olacaq nə? Rəqəm məcazi olanlar 2, 3, 4. Və bunları fərqli mənada, yəni həqiqi mənada qarşılığında cümlədə işlədəcəyik. Kitabı dostuna verdi. Bunu həqiqi mənada işlədik. Və yaxud da nə ola bilər? Gözü yaman ağrıyırdı. Nə olacaq? Həqiqi mənada işlənmiş olacaq. Bir də 4-də gözdən keçirdi məcazidir. Nə olacaq? Sapı iynənin dəliyindən keçirdi. Burada isə artıq nə olacaq? Həqiqi mənada və bu formada yazıb tam balınızı alacaqsınız. 19-da nə deyir? Mətnin əsas hissəsinin xülasəsini 3 cümlə ilə yazın. Baxın uşaqlar, əsas hissə başlayır hardan? Onu bu halda görən cəmaət lap məəttəl qaldı. Belə deyək. Məəttəl qalan cəmaət İbrahim dədənin niyə cərçili elədiyini soruşur. İbrahim dədə isə onlara hər hansısa bir probleminin olduğunu deyir və şəhər cəmaatına pislik alıb yaxşılığı satdığını car çəkir. Cəmaatın isə bir qismi İbrahim dədəni təsdiqləsə də bir qismi qınayır. Yəni o hissəni sadəcə belə eləyəcəyik ki, bura qədər nə edirik? Burada baş verən hadisələri öz sözlərimizdən qısa, yığcam şəkildə ifadə edirik. 20-də əsas mətn biz bilirik ki, bədii üslubdur. Burada isə dərs oxumaq barəsində bir məlumat verilirsə, demək ki, bu da publisistik üslubdur. Bütün üslubların ortaq cəhətini yazırıq. Təbii ki, yazırıq ki, normalara tabi. Amma indi burada bir məsələ var. Burada sadəcə bədii, burada isə sadəcə publisistik üslub yazası olmuş olsaq, üslubi baxımdan müqayisə eləmirik. Çünki bunların üslub fərqləri var. Bu yazsaq bədii üslubdur, obrazlılıq və məcazlıqdan geniş istifadə olunubdur. Publisistik üslubda isə yazacaq. Publisistik üslubdadır, qəzet dilidir, kütləvilik, aydın və anlaşıqlıq və s. bu kimi şey yazırıq. Hamısına da standart olaraq normalara tabidir yazırıq. İnformativ sözlərdən
geniş istifadə olunmuşdur da yaza bilirik. Həmçinin funksional üslubun nəyidir? Növləridir, yaza bilirik. Yəni bu tip suallarda yadınızda qalsın. Sadəcə üslub adını yazmaqla keçməyin, çünki bal kəsiləcək mütləq şəkildə. Diqqətli olmaq lazımdır. Keçirik ikinci Əkinçi qəzeti. Mətndə ifadə olunan əsas fikir hansıdır? Hər kəs vətənə fərqli yollarla xidmət eləyə bilər. Biz görürük ki, orada Həsən bəy Zərdabi öz xidmətini hansı yollarla eləmiş olur? 22-də qarşısına çıxan söz digərlərindən fərqli mənada işlənibdir. Baxaq görək. Deməli, kövrək addım təbii ki məcazidir. Sonra nə var? Azərbaycan dili. Azərbaycan dilində bu dil rəsmi dil olduğu üçün həqiqidir. Keçdik. Deməli, kövrək sözü hansıdır? Bu. Məcazi oldu. Azərbaycan dili bu, həqiqi oldu. Sonra keçirik nəyə? Sonra baxırıq hansı söz var burada? Rəsmi orqanlar. Rəsmi orqan. Həqiqi oldu. Buradan nəyə görürük? Möhümat sözü. Möhümat sözü. Təbii ki, həqiqi oldu. Bir də nə qaldı burada? Bir də o işarəni tapsaq. İcazə. İcazə sözü. İcazə sözün özü də həqiqi mənadadır. Demək ki, cavab A bəndidir, məcazi. Qarşısında kvadrat işarəsi qoyulmuş sözün kontekstə uyğun olaraq yerində işlənə bilər. İdeyası uşaqlar, fikri deməkdir. Bu fikir, bu ideya sənin ağlına hardan gəldi? Məsəl üçün, B bəndi. Mətnin üslubuna uyğun. Mətn görürük ki, ikinci mətndirsə publistik üslubdur. Hər hansı bir şeydən məlumat verir. Və baxacaq. Tək əldən səs çıxmaz. Atalar sözü bədii üslub. Əzizin vətən yaxşı. Məsəl üçün, bayatıdırsa, şeir, nəzm formasınız bədii üslub. İctimai fəlsəfi şeir, Nəsimi qəzəllərində alliterasiya, məsələn, qəzəl, alliterasiya, ictimai fəlsəfi şeir. Baxırıq ki, terminologiya var. Demək ki, bu elmi üslubdur. Bu da getdi. Bəzi orqanizmlərin qeyri-üzvü maddələrdən artıq terminologiyanı görürük. Üzvü maddələr sintez etmək, fotosintez prosesi. Demək ki, bu da elmi üslubdur. Debəndi getdi. Övladınızla, burada da əməlli başlı hərfi yeyimlər olubdur, yer dəyişim olubdur. Onun gözlərinə baxın, belə danışın. Bu hərəkətlə onun diqqətini cəlb etmiş olarsınız. Təbii ki, bu artıq görürük ki, publisistik üsluba uyğundur. Bəndi. 25 nədir? Hansı fikir mətnin giriş hissəsinə aiddir? Giriş hissəsində nədən söhbət gedir uşaqlar? Deməli, yarada bilməmişdir mətbuatı. Ancaq bu istiqamətdə fəaliyyət göstərənlər və ya bu arzuda olanlar vardır. Azərbaycanın iki yerə bölünməsi, müstəmləkə altında yaşamaq, azadlıq duyğularını gücləndirməyə başladı və bu şeylər milli mətbuatın olmasını, yəni iqtisad və ictimai inkişafı milli mətbuatımızın yaranmasını zəruri etdi. Baxırıq ki, birinci abzasda nə var? Milli mətbuatımızın yaranmasını zəruri eləyən amillər vardır. Ona görə cavab bu bəndi. Rəqəm yazılmış sözləri cədvəlin müvafiq kanallarına yazın. Məcazi və həqqi olanlara baxaq indi. 1. Fəaliyyət göstərmək. 1 nə oldu? Məcazi. 2. 2 hardadır? 2-ni görürük. Ana dili. Həqiqi. 3. Cığır açdı. Bu, meşədə gedəndə insanların açdığı cığırdan getmir söhbət. Məcazi. Sonra 4. Məsələyə toxunmaq. Məcazi. Sonra gəldik. 5. Məsləkdaşlar. Həqiqi. Deməli, həqiqi hansılar oldu? 2, 5, 1, 3, 4 də məcazi oldu. 27. İkinci abzasa uyğun tezis qurun. Uşaqlar, tezis nə idi? Tezis ümumi olaraq həmən hissəni
ümumiləşdirən bir ifadə idi ki, sizin dediyiniz o müddəa, yəni tezis elə bir cümlə olmalıdır ki, onun faktını biz həmən hissədə görə bilək. Məsəl üçün, burada belə bir şey yaza bilərikmi? İkinci kövrə adı atan Azərbaycan Milli Burjuaziyasının dövrünü göstərsə ilə 19-cu əsrin ikinci yarısında maarif inkişaf etməyə başladı. Yazırıq ki, maarifin inkişafında, məktəblərdə ana dilinin tədrisinin həyata keçirilməsində bəzi ədəbiyyatçılarımız və görkəmli xadimlərin xidmətləri olmuşdur. Məsələn, burada Axundzadə, Seyid Əzim Şirvani və Ünsüzadəni bəzi dediyimiz o ədiblərin siyasında bir fakt kimi verə bilərik. Və yaxud da yaza bilərik 19-cu əsrin ikinci yarısında həm mətbuatda, həm də maarifdə tamamilə yeni addımlar atılmağa başladı ki, onun da faktını mətnindən görə bilirik. 28. Altından xətt çəkilmiş sözün o aid olduğu üslub. Baxaq görək altından xətt çəkilən söz hardadır? Burada deməli, əziz və hörmətli şagirdlər. Nə var burada? Fikrə düşmək. Bax, altından xətt çəkilən söz düşmüşdür. Qəzet çıxarmaq fikrinin 68-ci düşmüşsə, demək ki, məcazidir. Məcazidirsə, sözün aid olduğu üslub demək ki, nə olacaq? Bədii üslubdur. Həmən üsluba aid iki xüsusiyyət yazırıq. Obrazlılıq, bir də poetik ifadələrdən geniş istifadə. Həmin üsluba aid xüsusiyyət yazırıq. Xalq dilinə yaxınlığı vardır. Ən qədim üslubdur. Emosionallıq var, ekspresivlik var və s. 29. Ölkənin müstəmləkəyə çevrilməsi. Səbəb budur. Problem nədir? Problem mətbuat yox idi. Başqa bir problem yaza bilərik. Ölkə iki yerə parçalanmışdı. Problemin həlli nə idi? Milli mətbuatın yaranması və yaxud da maarifin ciddi inkişafı. Bu formada. Mətnin nəticə hissəsinə verilmiş nöqtələrin yerinə uyğun fikirlər yazılır. Baxaq görə bu nəticə hissə nədir? Nə var idi burada? Burada deyir ki, Azərbaycan milli mətbuatının əsasını təşkil edən bu mətbuat nəşrin adının əkinçi olması şübhəsiz ki, Çar rejiminin düşüncəsini Düşüncəsini dəyişdirmək ola bilər. Başqa yerə yönəltmək ola bilər. Niyə görə? Çünki bax, mətni oxuyuruq, görürük ki, əkinçi sözünü qoyurlar ki, cəmaat neynəsin? Ruslar ilə başa düşsün ki, burada ancaq ziraətdən, əkinçilikdən, əkindən, şumdan falan danışacaq. Cəmaatın əslində bunlar istəyirdilər ki, düşüncələrini dəyişdirib, maarifləndirsinlər. O da ki, Rusa sərf eləmirdi deyə neynirdi? Onun düşüncəsi artıq hər hansısa bir təhsillə bağlı adı qoyulsaydı, ona icazə verməyəcək. Əkinçi deyəndə deyir, diagnostik deyəcəklər, başları qarışacaq. Ona görə də neynir? Onun düşüncəsini başqa istiqamətə yönəldirdi, onların fikirləri. Bu da belə.